Əllərin sehri. Gülər sinifdə dərhal seçilirdi. O həddən artıq arıq, yaşıdlarından xeyli uzun boylu idi. İri qara gözləri vardı. Burnu düz, üz çizgiləri isə zərif idi. Ancaq bu zəriflik məktəbdə ona üstünlük yox, əzab gətirirdi. Uşaqlar onu ələ salır, boyuna görə lağ edirdilər. Uzun əbiş gəldi deyə söz atırdılar. Gülər isə sakit uşaq idi. Çox danışmaz, səsini qaldırmazdı. Sanki kənarda dayanmış, səssiz bir çiçəkdi. Baxan görməsə də içində öz gözəlliyini qoruyurdu. Atası Gülər 3 yaşında olarkən qonşu ölkəyə qazanc dalınca getmişdi. O gündən sonra atadan bir daha xəbər çıxmamışdı. Evdə anası Sevda ilə yalnız qalmışdı. Sevdanın əlləri qızıl idi. Qadınlara paltar tikərdi. Səhərdən axşama qədər çalışırdı. Ancaq dolanmaqları üçün pul azlıq edirdi. Qonşu binanın da bloklarını yuyurdu ki, maddi kömək olsun. Sevdanın yaxşı bir xüsusiyyəti vardı. Müştəri parçanı göstərib deyirdi, mənə bu fason tik. Sevda həmin fasonu müştəriyə uyğun olub olmadığını dəyərləndirirdi. Əgər parça həmin fasonla gözəl görünməyəcəkdisə, müştərilər Sevdanın məsləhəti ilə başqa bir fason seçər və nəticədən də razı qalardılar. Lakin bəziləri təkid edərdi, yox, mən bu fasonu istəyirəm. Tikmirsən tikmə, dərzidən çox dərzi var, deyib narazı gedərdi. Gülər anasına deyərdi, ay ana, niyə özünü yorursan? Nə istəyirlər tik getsin? Nə bilim, Allah da məni belə yaradıb. İnsafsız iş görə bilmirəm, Gülər. Gülər isə boş vaxtlarında oturub anasının tikməsinə baxardı. Hərdən deyərdi, ana ver biçilmiş parçanı, mən köhlüyüm, sən də o birini tik. Bəzən Gülər anasına paltarlara yeni detallar əlavə etməyi məsləhət görərdi. Ana isə qızının bu marağını müşahidə edib, mənim dizayner bolam, deyə fəxr edərdi. İllər sürətlə axıb gedirdi. Gülər böyüdü, sərv ağacı kimi qamətli, zərif, gözəl bir qız oldu. İndi o ali məktəbdə təhsil alır, modelyer, dizayner olmaq arzusundaydı. Moda aləmi onu özünə maqnit kimi cəlb edirdi. Bu sahədə hər şey onu maraqlandırırdı. Parçalar, rənglər, çantalar, ayaqqabılar. Hər ilin dəbinə diqqətlə nəzər yetirir, moda tarixini öyrənir, öz peşəsinin həqiqi pərəstişkarı idi. Lakin anasının gecə-gündüz işləməsi onun sağlamlığına mənfi təsir göstərirdi. Gözləri zəifləmişdi. Hər səhər qışın soyuğunda, şaxtasında blokları yumaq onu bir gün xəstələndirdi. Sevdanın qızdırması qalxdı. Gülər özünü itirdi, nə edəcəyini bilmirdi. Təcili yardım çağırdı. Həkim müayinə etdi və dedi ki, sətəlcəm olub. Sonra Gülərə lazım olan dərmanları yazdı. Gülər göz yaşları içində qaldı. Dərmanları almağa pulu çatmırdı. Resepti götürüb ağlaya-ağlaya küçəyə çıxdı. Özü də bilmədən yürüməyə başladı. O istəyirdi ki, yolda kimsə onu saxlasın, desin, nə olub, nə baş verib. Ancaq olmadı. Soyuq bıçaq kimi kəsirdi. Nəhayət yoruldu. Bir restoranın qarşısında dayandı. Özü də bilmədən restorana girdi. İçəri isti və işıqlı idi. Bu zaman izdivaççı yaxınlaşıb soruşdu. Sənə nə lazımdır? O resepti göstərib dedi, mənə anama dərman almaq üçün pul lazımdır. İcazə verin qabları yuyum, dərman ala bilim. Bugün restoranda böyük mərasim vardı. Qabyanın biri gəlməmişdi. İnzibaşçı ona dedi, yaxşı, kənarda gözlə. Gedib kiminləsə danışdı, sonra gəlib Güləri mətbəxə apardı. 2 saat ərzində o qab yudu. Ona pul və biraz da yemək verdilər. Gülər sevinərək aptekə qaçdı, dərmanları aldı və evə qayıtdı. Anasına yemək verdi, sonra dərmanlarını içirtdi. Uzan dincəl dedi. Gülər bir tərəfdən anasının sifarişlərini tamamlayıb müştərilərə qaytarır, digər tərəfdən axşamlar restorana gedib qab yuyurdu. Anası çox zəif idi. Hələ işləyə bilmirdi. Bir gün restoranın sahibəsi mətbəxə gəldi. Güləri görüb soruşdu. Yeni qab yuyan sənsən?
Gülər biraz narahat oldu. Bəli, mənəm. Nə olub ki? İşini bitəndən sonra yanıma gəl. O işini bitirdikdən sonra restoran sahibəsinin otağına qalxdı. İkinci mərtəbədə yerləşən otağın qapısını astaca döyüb içəri keçdi. Nəzakət xanım onu gülər üzlə qarşıladı. Gəl, sənin haqqında ancaq yaxşı sözlər eşidirəm. Anan necədir? Yaxşıdır, çox sağ olun, deyə Gülər sakit səslə cavab verdi və biraz rahatlandı. Sən universitetdə oxuyursan, eləmi? Deyə qadın maraqla soruşdu. Bəli, dedi Gülər. Nəzakət xanım ona diqqətlə baxdı. Mən sənə kömək etmək istəyirəm. Bizim restoran prestijlidir. Buraya ciddi imkanlı insanlar gəlir. Ofisantlıq çətin işdir, amma maaşı da yüksək olur. Biraz düşün. Gülərə pul çox lazım idi. Anası üçün. Ona görə də çox düşünmədən razılaşdı. Nəzakət xanım gülümsədi. Tapşıraram, hər evə gedəndə anan üçün yemək də verərlər. Gülərin gözləri doldu. Çox sağ olun, Nəzakət xanım. Siz çox mərhəmətli insansınız. Evə qaydanda o havanın soyuqluğunu hiss etmirdi. İndi ətrafda ona hər şey xoş gəlirdi. Çılpaq ağaclar, ona baxıb miyoldayan pişik, hətta işıqfor dirəkləri də. Evdə hər şeyi anasına danışdı. Anası dedi, qızım, özünü yaman yorursan. Ana, bu müvəqqətidir. Gülər dedi, universiteti bitirəcəm, hər şey yaxşı olacaq. Sonra öz peşəmin dalınca gedəcəm, görərsən, narahat olma. Anası onu qucaqladı. İnşallah, balam. Bir anlıq sanki hava yumşaldı, ağaclar çiçəklədi, quşlar oxudu. Həyat davam edirdi. Elə bil hər şey indi başlayırdı. Bu gözəl gündə Gülər restorana iş yerinə gəldi. Xidmət etdiyi masanın arxasında Əjdər Hüseynov oturmuşdu. Şəhərdə tanınmış əllərin sehri moda evinin sahibi. Gülər onu tanıyırdı. Moda aləmi ilə maraqlanan hər kəs kimi o da Əjdər Hüseynovun haqqında eşitmişdi. Deyirdilər ki, o çox mədəni, mehriban və ədalətli insandır. Masadakı 2 nəfər kiçik kataloqdan parça nümunələri çıxarıb Əjdər Hüseynovun qarşısına qoyaraq deyirdilər ki, bu çox dəbli parçalardır. Məqsədləri aydın idi, müqavilə bağlamaq. Gülərin daxilində qəribə bir narahatlıq yarandı. O başa düşürdü ki, deyilənlərdə uyğunsuzluq var. Amma restoranın qaydaları sərt idi. Ofisiant qonaqların söhbətinə qarışa bilməzdi. O iş yerini itirə bilərdi. Gülər şərab süzərkən asta səslə dedi. Siz aldadırlar. Bu müqaviləyə qol çəkməyin. Əjdər Hüseynov başını qaldırıb Gülərə baxdı. O baxışda nə qəzəb, nə təəccüb vardı. Daha çox maraq hiss olunurdu. Sən buna əminsən? Deyə soruşdu. Əgər dediklərin doğrudursa, səni öz moda evimə işə götürəcəm. Gülər özünü itirmədən dedi. Bu parçalarda rəng uyğunluğu yanlışdır. Əvvəl səma çalarları ilə neytral tonlar birləşdirilməlidir. Amma burada qəhvə ilə narıncı, üstəlik də qara rəng birbaşa qatılıb. Bu təcrübəli dizayner işinə oxşamır. Əjdər Hüseynov diqqətlə onu dinlədi. Yaxşı, indi də görək, hansı parça növləri hazırda dəbdədir? Gülər gülümsədi. Orqanik pambıq, kətan və bambu ipəyi. Bəs bambu ipəyi harda istehsal olunur? Onu da bilirsənmi? Çində, qismən də Hindistanda. Orada həm keyfiyyət, həm də təbii emal qorunur. Əjdər Hüseynov arxaya söykəndi. Onun baxışlarında artıq qərar vardı. Əjdər Hüseynov cibindən vizit kartını çıxarıb ona uzatdı. Sabahdan sən mənim işçimsən. Təşəkkür edirəm, mütləq gələcəm. Gülər sevinə-sevinə evə gəldi. Ana, məni işə götürüblər. Sən nə deyirsən ay bala? Hara götürüblər? İnanmazsan ana. Yaxşı da, deyim. Ürəyimi partlatma görüm, nə olub ay qızım? Ana, şəxsən Əjdər Hüseynov özü məni dəvət etdi. Əllərin sehri? Doğrudan? Ay bala, sənə qurban olum, zəhmətin hədər getməyib. Səhər Gülər
Universitetdən sonra əllərin sehri ateliyesinə getdi. Ürəyi az qala köksündən çıxacaqdı. Qapını açanda elə bildi ki, o başqa dünyaya addım atıb. Burada hər şey zövqdən, gözəllikdən, zənginlikdən xəbər verirdi. Foyedə əyləşən xanım müştərilər gözəl və bahalı geyimlərdə idilər. Gülər ilk dəfə idi ki, bu qədər zövqlə geyinmiş ədalı xanımlar görürdü. Bir anlıq özünü yad kimi hiss etdi. Bu vaxt səliqəli geyimli bir qız ona yaxınlaşdı. Sizə nə lazımdır? Gülər vizit kartını göstərib dedi. Mənə Əjdər Hüseynov çağırıb. Gəlin deyə qız onu müdirin yanına apardı. Əjdər Hüseynovun kabineti də olduqca dəbdəbəli idi. Bahalı mebellər, pərdələr, çilçıraq, hətta dibçəkdəki çiçəklər belə bir-biri ilə həmahəng idi. Əjdər Hüseynov Gülərə təəccüblə baxdı, sonra hə, ofisiant qız, gəl, əyləş. Heç adını da bilmirəm. Adım Gülərdir. Təhsilin nədir? 1-ci kursda oxuyuram. Modelyer dizayner. Hələ 1-ci kursdasan, amma bu qədər məlumatın var. Yaxşı, ailəndən, valideynlərdən danış. Atam yoxdur, anam isə dərzidir. İndi xəstə olduğu üçün işləyə bilmir. Hansı ateliyedə çalışırdı? Ancaq evdə nənəmdən qalma köhnə tikiş maşınında tikirdi. Xeyli müştərisi vardı. Demək, anan xəstə olduğu üçün ofisiant işləyirdi? Bəli. Universitetdən sonra saat 5-də restorana gedirdim. Sağ olsunlar, hər axşam anam üçün yemək də gətirirdim. Belə. Yaxşı dərzilərim var. Birinin yanında hələlik köməkçi işləyərsən. Yeni müasir tikiş maşınları ilə də tanış olarsan. Əjdər Hüseynov düyməni basıb katibəni çağırdı. Səbinə, Güləri apar Kübra xanımın yanına. Hər gün 4-dən 7-yə qədər onun yanında işləyəcək. Qoy qızı öyrətsin. Gülər, narahat olma. Maaşın səni də, ananı da görəcək. Gülər elə sevindi ki, tullanmaq, əl çalıb ucadan yaşasın, alındı deyib qışqırmaq istədi. Sonra anladı ki, bu sevinç məsuliyyətin başlanğıcıdır. Onun üçün yeniyetməlik həmin gün bitdi. Həyat isə elə həmin andan ciddiləşdi. Tikiş sexi işıqlı, təmiz və genişdi. 6 qadın səssizcə işləyirdi. Səbinə onu Kübranın yanına apardı. Əjdər müəllim dedi ki, bu qızı siz öyrədəsiniz. Kübra başını qaldırıb baxdı. Baxışlarında ölçü biçi vardı. Gəl tanış olaq. Adın nədir? Gülər. Mən də Kübrayam. Gəl baxım görüm nə bacarırsan. O maşının arxasına keçdi. Bu Yaponiya istehsalı olan Janon peşəkar tikiş maşını idi. Gülər bu maşını internetdə görmüşdü. İndi isə qarşısında dayanmışdı. Yeni bir həyat kimi. O tikməyə başladı. Bu tikiş maşını değildi, sanki bir möcüzə idi. İncə balmaqları ilə parçanı sağa sola fırladır, özü də hiss etmədən naxışlar salırdı. Dərzi Kübra gülümsəyərək dedi, pis deyil, nə vaxtdan tikirsən? Uşaqlıqdan, anam dərzidir. Bu yaxşı oldu, səninlə əziyyət çəkməyəcəm. Gəl qızlarla səni tanış edim. Sevil, Ayan, Şəbnəm, Səma və Leyla. Kübra xanım dedi, baxıram əlin tikiş maşınına yatır. Sənə Əjdər müəllimin təzəcə aldığı bax bu gözəl Berninanı verirəm. Gülər gözlərinə inanmadı. İsveçrə istehsalı olan zərgər dəqiqliyi ilə tikən son model Bernina. Digər qızların gözlərində qısqanclıq hiss olundu. Leyla isə boğazını artlayıb dedi, Kübra xanım, axı siz o Berninanı mənə verəcəkdiniz, elə deyilmi? Leyla, mən nə etdiyimi yaxşı bilirəm. Tələsmə. Gülər hiss etdi ki, bu qızların heç birinin xoşuna gəlmədi. Xüsusilə də Leylanın. Leyla gözəl bir qız olsa da, özündən çox razı idi və sanki xüsusi bir statusu vardı. Gülər bunu sonralar başa düşəcəkdi. İndi isə Gülər bilirdi ki, o öz yerindədir və bu yeri heç kimə vermək istəmirdi. Onun daxilində bir vulkan alovlanırdı. Bu vulkan qarşısındakı hər şeyi əridəcəkdi. İşdən sonra evə tələsdi. İçəri girər girməz anasını çağırdı. Ana, ay ana, bura gəl. Nə olub Gülər?
Niyə belə həyəcanlısan? Ana, bugün işdə elə gözəlliklər, elə bahalı şeylər gördüm ki, biz ömrümüzdə belə şeylər görməmişik. Hələ tikiş sexini görəydin kaş. Elə Yapon, İsveçrə maşınları vardı ki, inanılmazdı. Bizim maşın onun yanında kötana oxşuyur. Mən ilk dəfə Yapon maşınında tikdim. Sanki maşın özü tikirdi. Ana, sən nə qədər əziyyət çəkmisən bizim bu maşınla. Nə oldu qızım? Səni götürdülər? Bəli, mənə İsveçrə tikiş maşınında verdilər. Rahat və dəqiq. Bu maşınla paltarın qol dibini vurmaq elə asandır ki, kaş sən də o maşında tikəydin ana. Sən tik, elə bil mən də tikmişəm. Yaxşı, gəl yeməyini ye, açsan. Səhər Gülər böyük həvəslə işə gəldi. Kübra xanım ona tikişə hazırlanmış paltar verdi. Maşınlaya bilərsən. Gülər tikiş maşının arxasına keçib virtuoz kimi tikməyə başladı. Yarım saata paltar hazır oldu. Kübra xanım yoxladı və heç bir qüsur tapmadı. Paltarı ütüləmək üçün ütü sexinə göndərdilər. Kübra xanım çox tələbkar idi, amma Gülər onu təəccübləndirmişdi. Bu gənc qız Kübra ustaya dərs keçərdi. Kübra xanım dedi, yaxşı başlanğıçdır. Belə getsə sifarişlərimizdə ləngimə olmayacaq. Qızlar səssizcə Gülərə baxırdılar. Vaxt keçdikcə qızlar arasında dostluq yaranırdı. Yalnız Leyla kənarda qalmışdı. Bir neçə günün içində Gülərin istedadı bütün ateliyaya yayılmışdı. Bir dəfə sexə yaraşıqlı bir oğlan gəldi. Qızlar əl-ayağa düşdülər. Əziz gəlir. Oğlan dedi, hamıya atəşin salam, mənim Kübra xalamın kefi necədir? Sağ ol əziz, Almaz xanım necədir? Anam da yaxşıdır. O Leylaya yaxınlaşıb, mənim şirinim, bəlkə biraz gəzinək. Leyla nazla cavab verdi. Kübra xanımdan icazə almaq lazımdır. Əziz əda ilə dedi. Kübra xanım səni oğurlamağıma icazə verər məncə. Bu zaman o Güləri gördü. Bu gözəllik hardandır? Kübra xanım tez dedi. Yeni dərzimizdir. Əzizin gözü onu tutdu. Qızlar, ağlıma ideya gəldi. İşdən sonra hamınızı kafeyə dəvət edirəm. Yeni dərzinizlə də tanış olarıq. Gülər ciddi şəkildə dedi. Yox, mən getmirəm. Anam evdə təkdir. Həm də dərslərimi hazırlamalıyam. Əziz əvvəlcə təəccübləndi, sonra isə güldü. Onda bizi son zəngə çağırmağı unutma. Qızlar, kafe təxirə salındı. Leyla, səni maşında gözləyirəm. Leyla tələsik özünü səlqəyə salıb getdi. Kübra xanım dedi, Əjdər müəllimin oğludur da neyniyək? Leyla işini bitirməmişdi. Sabah müştəri gələcək. Gülər dedi, mən 10 dəqiqə işimi bitirirəm. Leylanın da sifarişini tamamlayaram. Kübra xanım sakitləşdi. Sağ ol. Maşallah olsun od parçasısan. Əziz sexə tez-tez gəlməyə başladı. Hər dəfə Gülərə söz atırdı. Amma Gülər öz işində idi. Qızlar hər Əziz gedəndən sonra onun geyimini, parfümünü, aksesuarlarını müzakirə edirdilər. Bir dəfə Əziz Güləri foyedə gördü. Əllərini cibinə qoyub əda ilə dedi. Sən bilirsən mən kiməm? Hə, bilirəm. Əzizsən, həm də özündən razısan. Bu söz Əzizi hirsləndirdi. Bura bax, xanım qız. Biraz yavaş. Atama deyərəm, səni bir gün içində işdən qovar. Lazım olsa, mən özüm gedərəm. İndi isə yolumdan çəkil. Bunu deyib Gülər getdi. Qızlar tərəfindən sevilməyə adət etmiş Əziz atasının otağına getdi. Ata, bu Güləri işdən qov getsin. Əjdər müəllim oğlunu yaxşı tanıyırdı. Oğlunun biveciliyi, müftəxorluğu onu dəli edirdi. Bu uşaq kimi oxşadı belə deyirdi. Əziz, o qız çox istedadlıdır. Onun məşhur bir dizayner olacağına şübhəm yoxdur. Gülər məsuliyyətli və ağıllı qızdır. Onda olan ağlın yarısı səndə olsa nə dərdim olardı? Bu yaratdığım səltənət kimə qalacaq? Ay Əziz, gəl yanımda otur, öyrən. Lakin Əziz, ata öyrənəcəm də, nə tələsirsən? Narahat olma.
Ancaq özün bilərsən ata, mən dedim. Bu qızı işdən çıxartmırsan, çıxartma. Gülər çox özündən razıdır ha. Qorxuram sonra heç səni də bəyənməyə, deyib getdi. Bir gün Gülər işə gələndə hamı narahatçılıq içində idi. Qızlar maşınlarını parıldadır, xadimələr hər yeri dönə-dönə təmizləyirdilər. Ən çox da Kübra xanım narahat idi. Qızlar, saçlarınızı da darayın, səliqəli olun, stolun üstündə heç bir artıq şey olmasın. Mətbəxə gedib tapşırdı. Yaxşı çay dəmləyin, fincanları bir də yuyun, şokolad, mürəbbə qoyun, qarpız mürəbbəsi də olsun. Almaz xanım sevir. Gülər soruşdu, qızlar, burada nə olub, bu nə təşvişdir? Qızlar dedi, indi özün görəcəksən, Almaz xanım gəlir. Lakin Almaz xanımın gəlişi fərqli oldu. Əjdər müəllim də onunla idi. Kübra Almaz xanımın qabağına yürüdü. Xoş gəlmisiniz Almaz xanım, həmişə siz gələsin. Sizi burada görməyə çox şadıq. Əjdər müəllim arxada dayandı. Almaz xanım əda ilə dedi, Kübra, mən paça seçməyə gəlmişəm. Uf, bura çox istidir, havanı dəyişmirsiniz. Birdən onun gözü Gülərə sataşdı. Bu kimdir Kübra? Təzədir? Saymaz yana soruşdu. Gülərdir, Almaz xanım, yeni dərzidir. Onda deyil, mənə bir stəkan su gətirsin. Gülər, tez ol, Almaz xanıma bir stəkan su gətir. Otağa sükut çökdü. Qızlar ürəyində dedi, vay Gülərin halına. Gülər qalxıb dəhlizə çıxdı. Mətbəx dəhlizin sonunda idi. Bir stəkan su alıb qayıtdı. Almaz xanım kinayə ilə dedi, çox gec gəldin. Stəkanı ağzına yaxınlaşdıranda, bundan iyi gəlir. Stəkanı dəyişdir. Gülər baş üstə deyib mətbəxə getdi. Bu dəfə başqa bir stəkanda su gətirdi. Almaz xanım, qazlı sudur. Gülər ədəblə dedi, xeyr Almaz xanım. Qazlı su istəyirəm. Gülər yenə uzun dəhlizi gedib qayıtdı. Buyurun, qazlı su. Almaz xanım stəkanı özünə yaxınlaşdıranda, bundan lax yumurta iyi gəlir, apar. Otaqda hamı dondu. Gülər sakit, amma qürurla dedi, Almaz xanım, mən ofisant deyiləm. Bəli, əvvəllər ofisant kimi işləmişəm və işimi də yaxşı görmüşəm. Almaz xanım istehza ilə güldü. Necə yəni ofisant idin? İndi də dərzilik edirsən, sən bizim moda evini nə günə qoyacaqsan, Kübra, bu nə deməkdir? Almaz xanım qəlbə çalmış halda gözlədi. O elə bildi ki, Gülər indicə ağlayacaq, onun ayağına düşüb yalvaracaq ki, onu işdən qovdurmasın. Gülər əlini qaldırıb sakitcə dedi, Kübra xanım, narahat olmayın. Sonra üzünü Almaz xanıma tutaraq əlavə etdi. Almaz xanım, anam həmişə deyir ki, bir insanı tanımaq üçün onun öz səviyyəsində deyil, özündən aşağı səviyyədə olanlarla münasibətinə baxmaq lazımdır. Almaz xanım təəccüblə ona baxdı. İndiyə qədər o burada çox dərziləri alçaltmışdı. Amma onlardan heç biri cəsarət edib cavab verməmişdi. Bilirsiniz Almaz xanım, kübarlıq insanın özündə olur. Siz bahalı paltarlar giyə bilərsiniz, 100.000 manat qiyməti olan boyunbağı taxa bilərsiniz. Dərzini alçaldıb özünüzü kraliça hesab edə bilərsiniz. Ancaq bilirsiniz, bütün dünyanın pullarına nəyi ala bilməzsiniz? İndi ütü sexinin də işçiləri qapının ağzına yığışmışdı. Səviyyəni, əsl səviyyə, insanın başqası ilə danışarkən onun hisslərini anlamaqdır. Siz isə Almaz xanım, qarşısındakına hiss etdirmək istəyirsiniz ki, o kiçikdir, mənfurdur, yazıqdır. Sonra Gülər üzünü Əjdər müəllimə tutdu. Üzr istəyirəm Əjdər müəllim, məni işdən çıxara bilərsiniz. Əjdər müəllim əl çaldı. Afərin sənə Gülər, mən bunları Almaza çoxdan demək istəyirdim. Ona baxıb Kübra xanım, sonra da başqa işçilər də əl çaldılar. Onlar da Almaz xanımdan çox çəkmişdilər.
Almaz hirslə dedi: "Əjdər, sən nə danışırsan?" Almaz xanım birdən-birə özünü kiçik, yazıq, əzilmiş hiss etdi. Öz bahalı Hermes əl çantasını götürüb çıxdı. Almaz Bakı kəndlərin birində anadan olmuşdu. Atası bənna idi. Almazın 5 yaşı olanda ata və anası avtobus qəzasında həlak olmuşdular. Almazı nənəsi böyütmüşdü. O məktəbi bitirib şəhərə iş axtarmağa gəldi. Onda Əjdər müəllimin kiçik bir atelyesi vardı. Almaza rəhmi gəldi, onu süpürgəçi götürdü. Almazın gözəlliyi Əjdərin ürəyini fəth etmişdi. Əjdər ondan 13 yaş böyük idi və bu sadə, saf, göyçək kənd qızına aşiq oldu. Almaza da elə bu lazım idi. Aralarındakı 13 yaş fərqə fikir vermədi. Ona kasıblıqdan xilas olmaq lazım idi. Onlar evləndilər. Əjdər Almazın ürəyi istədiyi hər şeyi alır, onu uşaq kimi ərköyün edirdi. Almazın pis cəhəti o idi ki, öz keçmişini unutmuşdu. İndi uşağı yaşda bu qız ona unutduğu keçmişini yada saldı. Əjdər müəllim dedi: "Gülər, mən sən özümə köməkçi götürürəm. Mənə sənin kimi ağıllı, stresə dözümlü, iradəli işçi lazımdır. İş zamanında hər cür situasiyalar olur." Gülər dedi: "Bəs Almaz xanım, o incidi axı." Əjdər müəllim dedi: "O öz səhvini anlamalıdır." Gülər bu gün işdən qalib kimi çıxdı. O özündəki gücü hiss edirdi. Bu, məqsədə doğru aparan güc idi. Hörmətli dinləyicilər, lütfən abunə olun, bəyənin, paylaşın, kanalıma dəstək olun.